Bu tükürpədən hadisə bu il 2025-ci ilin martında Naxçıvan Muxtar Respublikasında Sədərək rayonunun Sədərək kəndində baş verib. 2000-ci il təvəllüdlü Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar eləməsi barədə hüquq mühafizə orqanlarına məlumat daxil olub. Qısa müddət sonra hadisənin intihar olmasına əsaslı şübhələr yaranıb. Şübhələr mərhumun həyat yoldaşı 34 yaşlı Azər İbrahimliyə yönəlib. İstintaqçılar Azərin həyat yoldaşını asaraq öldürməsinə bağlı bu yolla da izi itirmək istəməsindən şübhələnib. Təxminən bir ay əvvəl 2025-ci ilin oktyabrında məhkəməsi başa çatmış bu cinayət hadisəsinin tükürpədən detallarını təqdim edirik. Verilişimizdə istintaq materialları ilə yanaşı mərhum Aytac İbrahimlinin qardaşı İsa Kərimlinin TV11-ə verdiyi məlumatlar da yer alacaq. Beləliklə, yeni il bayramı günü başlayıb, Novruz bayramı günü bitən bir xəyanəti və bu xəyanət fonunda hər kəsi şoka salan dəhşətli cinayəti təqdim edirik. Azər İbrahimli Sədərək kənd orta məktəbində 8-ci sinifə qədər təhsil alıb və hərbi xidmətdən qayıtdıqdan sonra əvvəlcə yaşıllaşdırma idarəsində çalışıb. O Aytacla 2021-ci ildə tanış olub. Təxminən 23 ay tanışlıqdan sonra elçilik mərasimi ilə Ağcabədiyə gediblər. Ailə həyatı quran cütlüyün bu izdivacdan 2 uşaqları dünyaya gəlib. Onlar Naxçıvanda yaşayıblar. Azər və Aytac 4 il əvvəl evlənsələr də hadisədən 3-4 ay əvvələ qədər mehriban yaşayıblar. Bütün problemlər 2024-cü ilin sentyabr ayında Azər tır sürücüsü kimi işə başladıqdan bir müddət sonra yaranıb. Azər ifadəsində qeyd edir ki, yük avtomobili sürücüsü kimi işlədiyi zaman yolüstü dayanacaqlardan birində fəaliyyət göstərən yeməkxanada ofisant işləyən bir qızla tanış olur. Elə problemlər də buradan başlayır. Onunla münasibətləri yanvarın 1-dən başlayır. Təqsirləndirilən şəxs həmin qızla münasibətə başlamazdan əvvəl arvadı Aytacla münasibətlərinin ümumilikdə normal olduğunu, yalnız ara-sıra cüzi ailə mübahisələrinin yaşandığını qeyd edir. O, tanış olduğu ofisant qızla evlənmək niyyətinin olmadığını, sadəcə Aytacdan boşanacam deyərək onu aldatdığını deyir. Ofisant qıza evli olduğunu və övladlarının mövcudluğunu da deyir. Lakin buna baxmayaraq münasibətini həmin qızla davam etdirir. Təqsirləndirilən şəxs əlavə edir ki, Gürcüstana iş səfərindən qayıtdıqdan təxminən bir həftə sonra arvadı Aytac ondan şübhələnir. Onun WhatsApp yazışmalarını izləmək məqsədi ilə zəng və mesaj yönləndirilmələrini öz telefonuna aktiv edir. Bunlar Azərin iddialarıdır. Beləliklə, ofisant qızla olan yazışma və zənglər Aytacın telefonuna da düşür. Bunun nəticəsində Aytac ərinin ofisant qızla münasibətindən xəbər tutaraq əri ilə dalaşır və bu dalaşmaqlar mütəmadi hal almağa başlayır. Azər bildirir ki, evlilikləri dövründə Aytacın xəyanətinə, mənfi hərəkətinə heç vaxt şahid olmayıb. Lakin onun əsəbi çox qısqanc biri olduğunu deyir. Ailədə yaranan söz-söhbətlərin bir hissəsinin də kirayəyə çıxmazdan əvvəl valideyn evində yaşadıqları dövrdə ailədaxili narazılıqlardan qaynaqlandığını deyir. Bu məşum hadisə isə Novruz bayramı günü 21 mart tarixində baş vermiş bir münaqişədən sonra yaranır. Həmin gün cütlük dalaşır və Aytacın qaynatası gələrək məsələni həll etməyə çalışır. Münaqişənin səngiməsi üçün Aytacı və uşaqları kirayə qaldığı mənzildən götürərək öz evinə, yəni qaynatası evinə aparır. Azər ifadəsində qeyd edir ki, özü də bir qədər sonra onların yanına gəlir, yəni atası evinə gedir. Anası onu ailə münasibətlərinə görə danladıqdan sonra evdən çıxaraq 2 nömrəli məktəbin həyətinə gedir. Daha sonra kirayə qaldığı evə qayıdır. 21 mart gecəsi qaynatası gildə qalan Aytac isə
22 mart səhər saatlarında körpə həmin vaxt 2 aylıq olan oğlunu da götürüb kirayə qaldıqları evə qayıdır. Aytacın qardaşı TV11-ə bildirir ki, bacısı evə gələndə əri yuxulayıbmış. Açıq telefonda isə videozəng vasitəsilə danışdığı qızın olduğunu görüb. Bundan sonra Aytac ərinin telefonunu götürərək videozəngdə olan həmin qızı təhqir etməyə başlayıb. Səsə oyanan əri isə vəziyyəti görüb telefonu yoldaşının əlindən alıb və ona şillə yumruq vurmağa başlayıb. Onu döydükdən və zərbələrdən halsız vəziyyətdə çarpayıya yıxılan yoldaşını öldürmək qərarına gəlib. Eyvandakı paltar ipini kəsib, Aytacın boğazına keçirib və ayağının altına qoyduğu stulu itələyərək onu qəsdən öldürüb. Aytacın qardaşı İsa Kərimli isə kanalımıza bildirir ki, Azər bacısını iplə əvvəlcə yerdə boğub, daha sonra öldükdən sonra intihar görüntüsü yaratmaq məqsədi ilə onun meyidini asıb. Bu zaman evdə 2 aylıq körpə uşaqdan başqa heç kəs olmayıb. O daha sonra yoldaşının cansız bədənini ipdən endirərək təcili yardıma zəng edib. O bunu peşman olduğundan, hələ yoldaşının bədəninin isti olduğundan etdiyini desə də, digər tərəfdən də bu peşmanlığın inandırıcı olmadığını göstərən başqa bir əmələ imza atır. Yoldaşının özünü öldürdüyünü deyərək məsuliyyətdən boyun qaçırmaq istəyir. Azər arvadının ölümünü intihar kimi təqdim eləmək istəsə də, bir neçə gün sonra cinayətin üstü açılır. O, polis əməkdaşları tərəfindən tutulur. Özü ifadələrində cinayətini etiraf edir. Son vaxtlar Aytacla davamlı mübahisə etdiyini və bezdiyini deyir. Sitat: Aytacı asandan sonra özümü öldürmək istədim. Bu vaxt o biri otaqda körpə uşağımın ağladığını eşitdim. Uşağı sakitləşdirən vaxt Aytacı öldürdüyüm üçün peşman oldum. Tez yanına qayıtdım. Hələ bədəni isti olduğu üçün ölmədiyini düşündüm. Təcili yardım çağırdım. Həkimlər gələnə qədər Aytaca su içirməyə çalışdım. Ürəyini masaj elədim. Lakin Azərin Gürcüstanda tanış olduğu həmin qızın dedikləri ittihamı daha da möhkəmləndirir. Ofisant qız deyir ki, əri Aytacdan bezdiyini, hətta onu öldürə biləcəyi barədə də dəfələrlə ona danışıb. Həyat yoldaşı ilə xoşbəxt olmadığını, boşanmağa hazırlaşdığını deyirdi. Mən də ona demişdim ki, nə vaxt boşansa, onda yanında ola bilərəm. Həmçinin Aytac bir gün əlimdə qalacaq, evdə onu öldürəcəm kimi sözlər də deyirdi. Azəri bloka atsam da başqa nömrədən mənə zəng edirdi. Sonuncu dəfə Aytac onun telefonundan mənə zəng edib təhqir etdi. Bir neçə saat sonra da öldüyünü eşitdim. Statın sonu. Aytacın qardaşı İsa Kərimli həmçinin kanalımıza bildirir ki, Azər İbrahimli son vaxtlar telefonda onlayn qumar oyunları oynayırmış. Stat: Hətta bacımın adına az pul manatdan pul götürmüşdü. Onun borcunu, xərcini biz ödəyirdik. Hətta dəfələrlə öz atası da onun borclarını ödəmişdi. Belə işləri son vaxtlar üzə çıxırdı. Əvvəllər belə hallar olmamışdı. Mərhum Aytac İbrahimlinin atası məhkəmədə ifadə verib. Hüquqi varis Azəri doğma oğlundan da çox istədiyini, ona hər cür dəstək göstərdiyini deyib. Mən heç vaxt Azərə pis olmamışam. Ona maşına qədər alıb vermişdim. Övladları dünyaya gələndə xəstəxanadan mən çıxarmışam. Həmin gün prokuror zəng edib, qızın intihar edib deyəndə inanmadım. Dedim ki, mənim qızımın 2 övladı var. Heç vaxt canına qıymaz. Sonra da əsl səbəb bilindi. Günahsız qızımı asdığına və övladlarını atalıq etmədiyinə görə haqlı cəza almasını istəyirəm. Məhkəmə yekunda toplanmış sübutlar və şahid ifadələr əsasında Azər İbrahimlini qəsdən adam öldürməkdə təqsirli hesab edib. Ona 13 il müddətinə həbs cəzası verilib. Mərhumun qardaşı ailəsinin verilən cəzadan razı olmadığını deyir. O iddia edir ki, Azər İbrahimli bacısını
düşünülmüş şəkildə əvvəlcə yerdə boğub, sonra iz itirmək üçün meyidi asıb. Bu planlı şəkildə olunub. Ailə cəzadan apellyasiya şikayəti verməyə hazırlaşdığını qeyd edir. Aytac geri qayıtmayacaq. Təəssüf ki, bugün aytaclarımızın sayı təkcə artıq bu dünyada olmayan Aytac İbrahimli ilə yekunlaşmır. Azərbaycanda minlərlə aytac var. Yox, söhbət Aytac adından getmir. Aytacın aqibətindən gedir. Təcrübəsiz ailə, ani emosionallıqlar, xəyanət, ailə daxili hörmətin azalması sonda ən azından 2 nəslin faciəsinə çevrilir. Əslində isə bu kimi səbəblərdən yaranan cinayətlər ictimai, hamımızın ictimai sütunlarımızın sarsılması, gələcəyimizin laxlaması deməkdir. Ən böyük faciə budur ki, bir zamanlar min möhtəşəm sevinclə qurulan bu ailə artıq yoxdur və biri qara torpağın, digəri 4 divarın əhatəsində olan bu cütlüyün hələ heç nə anlamayan 2 körpəsi qalıb.